151 ildir ki, söz cəmiyyətlə zaman arasında körpü salır. Bugün isə həmin sözün keşiyində dayananlar, fərqli redaksiyalarda çalışan, eyni peşənin məsuliyyətini bölüşən media nümayəndələri bir araya gəldilər. Onları birləşdirən təkcə bayram deyil, həqiqətə sədaqət, peşəyə hörmət və cəmiyyət qarşısında daşıdıqları məsuliyyətdir. Milli Mətbuat Günü münasibəti ilə keçirilən tədbirdə məhz bu həmrəyliyin və peşəyə verilən dəyərin ifadəsinə çevrildi. Azərbaycan mətbuatı bu 151 ildə çox keşməkeşli, çox mürəkkəb inkişaf yolu keçib. Amma bu inkişaf xalqımızın, millətimizin mənəvi dəyərlərinin inkişafına, ölkəmizin dünya aləmdə tanınmasına xidmət edir. Azərbaycan mətbuatı ənənələrini yaşadır, inkişaf etdirir və bundan da sonra inkişaf edir. Tədbirdə çıxış edənlər Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan, medianın dövlət və cəmiyyət həyatındakı rolundan danışdı. Müasir dövrdə peşəkar jurnalistikanın qarşısında duran vəzifələrdən bəhs etdilər. 2020-ci ildən sonra Azərbaycanın möhtəşəm qələbəsi, ərazi bütövlüyünün, suverenliyinin tam bərpası onu deməyə əsas verir ki, gənclər, qalib necə deyirlər, nəslin nümayəndələri daha böyük şövqlə, daha böyük həvəslə gələcək Azərbaycanın, gözəl Azərbaycanın quruculuğunda hər sahədə ürəkdən, fəal, sevinərək, özlərini həsr eləyərək iştirak eləyəcəklər. Milli mətbuatın 151 illik tarixi göstərir ki, zaman dəyişsə də jurnalistikanın missiyası eyni qalır. Cəmiyyəti düzgün, operativ və obyektiv informasiya ilə təmin etmək. Bu peşənin ən böyük mükafatı isə illərlə qazanılan etimaddır. Geridə qalan 151 il Azərbaycan mediasının zəngin tarixidir. Qarşıdakı illər isə bu ənənəni peşəkarlıq, məsuliyyət və yeniliklə davam etdirəcək jurnalistlərin üzərinə düşür. Ayşən Cümşudova, Bağır Kərimov, ASTV Xəbər.